Salam dostlar, bugün sizə fotosintez prosesinin niyə emergent bir fenomen olduğunu izah edəcəm. Fotosintez prosesini biz məktəbdə keçmişdik. Mən də maraqlandım, özünü daha yaxşı araşdırdım, fotosintezin nədir, daha yaxşı şəkildə öyrəndim və fotosintez prosesinin emergent olduğunu da öyrəndim. Onu qənaətə gəldim. İlk olaraq fotosintez prosesi nədir, onu izah edeyim. Fotosintez prosesi yaşıl bitkilərin günəş enerjisi ilə sudan glukoza və oksigen hazırlama prosesidir. Və burada iki mərhələ var. Birincisi ışıq reaksiyaları, ikincisi də Kalvin dövrü. Birinci mərhələdə, əslində dövr yerinə mərhələdə deyə bilərik, ikisi də olar. Birinci mərhələdə ışıq reaksiyalarında xlorofil günəş işığını tutur, sonra suyu molekullarına parçalayır və ardından enerji daşıyıcıları yaranır. ATP və NATP adlanan enerji daşıyıcıları yaranır. Əslində bu adlanan açılışı var, prosta uzundur deyə deməyəcəm. Və sonra gəldik Kalvin dövrünə. Kalvin dövründə Rubisco fermenti karbon qazını tutur və sonra ilk mərhələdə yaranan enerji daşıyıcıları ATP, NATP adlanan enerji daşıyıcıları bu Rubisco fermenti tutduğu karbon qazını C3P adlanan molekullara çevirirlər. Və bu molekullar da birləşərək üzvi maddələr əmələ gətirirlər, glukoza. Bu fotosintez prosesidir. Əslində fotosintez prosesi biraz daha texniki bir məsələdir. Yəni çox detayı var bu məsələnin. Amma mən sizə qısa şəkildə izah edim. Sonra fotosintez prosesi niyə emergent bir fenomendir? Çünki fotosintez prosesində biz onu izah edəndə xlorofil demişdik, günəş işığı, Rubisco fermenti, enerji daşıyıcıları, sonra sudan söz etmişdik. Amma bunların heç birində xlorofil, Rubisco fermenti, günəş işığı, su, bunların heç birində qida maddəsi sintez etmək özəlliyi yoxdur. Amma bunların hamısı bütöv bir sistemdə işləyəndə bu emergent bir özəlliyi olur. Digər videomda daha yaxşı izah eləmişəm. Emergent gedib oradan baxsaz anlayarsınız emergentin nə olduğu. Yəni bu xlorofil, Rubisco fermenti, enerji daşıyıcıları və digər fotosintez prosesində iştirak edən şeylər bunlarda qida maddəsi sintez etmə özəlliyi yoxdur. Amma bunlar birlikdə işləyəndə, bütöv bir sistemdə ardıcıl şəkildə işləyəndə qida maddəsi sintez etmə xüsusiyyəti yaranır, əmələ gəlir. Və buradan da bilirik ki, fotosintez prosesi emergent bir fenomendir. İzahım bu qədər idi. Sağ olun, var olun. Digər videolarda gələcək. Onlara like da atarsınız, yəni baxarsınız.